Bismillahirrahmanirrahim. Bizim mövzumuz, bizim bəhsimiz Fatihə surəsindədir. Biz artıq Fatihə surəsinin 4 ayəsi haqqında məlumat vermişik. Bugün 5-ci ayəsi olan İyyəkə nə'budu və İyyəkə nəstəin ayəsi haqqında danışarıq. Bu ayədə iki mühüm mövzunu bizə çatdırır. Nə'budu, yəni ibadət, nəstəin, yəni Allahdan kömək istəmək. İyyəkə nə'budu, biz yalnız sənə ibadət edirik və İyyəkə nəstəin, biz yalnız səndən kömək istəyirik. Ayənin birinci hissəsi ibadət anlayışını bizə çatdırır. Yəni, ibadətin həqiqəti nədir? İbadət dedikdə nə nəzərdə tutulur? Yəni, təkcə ibadət bizim bildiyimiz əməli olan namazdır, yoxsa namazdan başqa əməllər də ibadət sayılır. Bu ayənin nə'budu hissəsi bizə bunu çatdırır. Biz ilk öncə baxaq, cəmiyyətdə belə bir fikir formalaşıb ki, birinə ibadət anlayışı haqqında, ibadətlə bağlı nə isə deyəndə zehninə ilk öncə namaz gəlir. Əlbəttə ki, namaz dinin sütunudur, ibadətlərin ən üstündə dayananıdır. Namazın özü belə ibadətin bir növüdür, amma ibadətin hamısı demək deyil. Yəni, ibadət anlayışı namazda özünü əks etdirmir. Namaz da ibadətin bir növüdür, amma namaz ibadət anlayışını tam bizə çatdırmır. İlk öncə baxaq, ibadət sözü nədir? Yəni, ibadət sözü hansı mənadan ifadə edir, hansı sözdən meydana gəlir və mənası nədir? İbadət sözü əbədə feilindəndir. Əbədə feili də lüğəti mənasına baxdıqda, yəni qul olmaq, öz ağasının bütün göstərişlərinə, bütün fərmanlarına, bütün əmrlərinə sözsüz itaət etmək, bütün yəni buyurduqlarına boyun əymək, qul olmaq mənalarını ifadə edir. İslam anlayışında dedik ki, namazın özü bir ibadətin növüdür, amma ibadətin hamısı demək deyil. İslam məntiqi ilə baxdıqda, İslam anlayışına baxdıqda ibadət də odur ki, yəni Allahın bütün buyurduqlarına, yaxşı əməllər, yaxşı sözlər, gözəl işlər, yəni bunların hər biri ibadət sayılır. Yəni Allahın bütün əmrlərinə və Allahın nəhiylərinə tabe olmaq, onları sözsüz yerinə yetirmək, bunun hamısına deyərlər ibadət, yəni bəndəçilik, yəni Allaha qul olmaq. Məsələn, Qur'an-ı Kərimdə 2 ayə ilə bu məsələyə aydınlıq gətirmək olar. Yasin surəsinin 61-62-ci ayəsinə diqqət etdikdə görürük ki, ayədə belə buyurur Allah, ayəni oxuyaq. Deyir, Allah buyurur ki, La ta'budu şeytana innehu lakum aduvvun mubin. 61-ci ayədə deyir, şeytana ibadət etməyin, şeytana bəndəlik etməyin, həqiqətən o sizin açıq-aşkar düşməninizdir. 62-ci ayədə isə deyir ki, Vəni ebuduni, mənə ibadət edin, mənə bəndəlik edin, həzə sıratun müstəqim. Doğru yol budur, yəni bu doğru yoldur. Allaha ibadət etmək, Allaha bəndəlik etmək doğru yoldur, amma şeytana ibadət, şeytana bəndəlik etmək bu nədir? Allah buyurur ki, şeytana ibadət etməyin, çünki şeytan sizin açıq-aşkar düşməninizdir. İndi şeytana ibadət dedikdə hansısa bir məxsusi bir əməl yoxdur. Necə ki, biz dedik, namaz ibadətin bir növüdür, namazı yerinə yetirmək üçün xüsusi əməllər var, amma şeytana ibadət anlayışında xüsusi bir əməl yoxdur ki, o əməli yerinə yetirən zaman biz deyək ki, hə, bu şeytana ibadət sayılır. Bu ümumi bir mənadadır ki, yəni şeytanın hiləsinə, şeytanın vəsvəsəsinə, şeytanın buyurduqlarına tabe olmaq, şeytanın hilələri yerinə yetirmək, bu nə sayılır? Şeytana ibadət sayılır. Çünki sən onun fitnəsinə tabe olursan, onun hiləsinə tabe olursan, onun vəsvəsəsinə tabe olaraq onu yerinə yetirirsən, onun sənin qulağına fısıldadığı əməlləri yerinə yetirərək sən ona ibadət etmiş sayılırsan. Amma Allaha ibadət anlayışına gəldikdə isə başda namaz olmaqla Allahın bütün vaciblərinə, bütün əmrlərinə yerinə tabe olmaq və Allahın bu nəhi etdiklərindən isə çəkinmək. Yəni Allaha ibadət budur. Namaz başda olmaqla Allahın istədiklərini, Allahın buyurduqlarına sözsüz tabe olub ona boyun əyib onu yerinə yetirmək. Və biz bir çox hədisləri təxminən müxtəlif mövzuda 10-15 bir hədis nəql edirik ki, yəni ibadət dedikdə tək namazı nəzərdə tutmur.
İbadət dedikdə, yəni bildiyimiz gözəl əməllər, gözəl sözlər, gözəl işlər, gözəl yaxşı əməllər, bunların hamısı ibadət sayılır. Təxminən dediyimiz kimi bir 10-15 mövzunu əhatə edən hədis nəql edərik ki, görürük ki, həqiqətən də yəni ibadət anlayışı geniş bir anlayışdır. Yəni ibadət məfhumu tək namazda özünü göstərmir. Məsələn, hədislərin birində İmam Sadiq əleyhissalam buyurur. Özdə bəzi hədislər də var ki, həm deyir ibadətdir, amma bəzi hədislərdə deyir ki, ən fəzilətli ibadətdir. Yəni hansısa bir əməli vurğulayır, deyir ki, bu ən fəzilətli ibadətdir. Bəzi hədislərdə deyir ki, ibadət budur, bəzilərində deyir ki, ən fəzilətli ibadət. Dediyimiz kimi İmam Sadiq əleyhissalam buyurur ki, ən fəzilətli ibadət Allaha elmi olmaqdır. Yəni insan Allahı tanıyar, Allaha mərifəti olar, Allaha imanı olar, Allahın buyurduqlarına əməl eləyər, Allaha elmi olar. Bu ən fəzilətli ibadətdir və onun qarşısında, Allahın qarşısında təvazökar olar. Yəni Allahın əmrlərinə qarşı müti olar, təvazökar olar. İmam buyurur ki, ən fəzilətli ibadət budur. Bu bir mövzu. Digər bir mövzunu əhatə edən bir hədis, İmam Cavad əleyhissalam buyurur ki, ən fəzilətli ibadət əməllərin ixlaslı olmasıdır. Yəni, sənin əməllərin Allah üçündürsə, sən əməlləri qurbətən ilallah edirsənsə, əməllərini saf niyyətlə edirsənsə, imamın sözünün, hədisinin nəticəsi budur ki, yəni o əməllərin ixlaslı olması belə ən fəzilətli ibadətlərdəndir. Görür ki, burada da bir mövzuya imam toxunur. Ya Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, ən fəzilətli ibadət nədir? Əl-fiqhu deyir, yəni düşünmək, təfəkkür etmək. Görürsünüz, burada da Peyğəmbər tamam başqa bir mövzunu bizə çatdırır. Yəni düşünmək, təfəkkür etmək, nəyisə anlamaq, bunun özü nədir? Ən fəzilətli ibadətlərdən biridir. Yenə başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, hər bir ibadətin üzərində dayanan bir ibadət var. Və hubbuna əfdalul ibadat. İmam burada buyurur ki, biz əhl-i beytə olan məhəbbət, biz əhl-i beytə olan sevgi ibadətlərin ən üstünüdür. Görür ki, burada da imam başqa bir mövzuya toxunur. Yəni əhl-i beytə məhəbbət, əhl-i beyti sevgi bu ibadətin ən üstünü olan ibadətlərdən biridir. Yenə də başqa bir hədisdə İmam Əmir əl-Müminin əleyhissalam buyurur ki, yenə də imam burada başqa bir mövzuya toxunur. Deyir, zikri davamlı edin. Çoxlu zikr edin, davamlı edin. Niyə? Çünki zikri davamlı etmək qəlbləri nurlandırar və o ən üstün ibadətlərdəndir. Burada da imam ən üstün ibadəti bizə zikri, yəni zikr etməyi və zikrin davamlı olmağını bizə çatdırır. Yenə də İmam Sadiq əleyhissalam buyurur, deyir, and olsun Allaha, müminin haqqını əda etməkdən ən üstün bir ibadət Allah üçün yoxdur. Yəni bir müminin haqqını əda etmək, onun haqqını qoruyub yerinə yetirmək, bundan ən üstün ibadət Allah üçün yoxdur. Görür ki, burada da imam başqa bir mövzuda ibadəti bizə çatdırır. Yəni bu hədisləri biz cəm edəndə görürük ki, yəni ibadət, yaxşı işlərin hamısı, gözəl sözlərin hamısı, gözəl əməllərin hamısı ibadət sayılır. İmam Rıza əleyhissalam buyurur, bir növ ibadətə tərif verir. Deyir, ibadət təkcə ondan ibarət deyil ki, çoxlu namaz qılasan və yaxud da ki, çoxlu oruç tutasan. Bəzən insan belə düşünür ki, bəli, mən müstəhəb namazları qılıram, vacib namazları qılıram, vacib orucla yanaşı müstəhəb orucları tuturam, mənim ibadətim çoxdur. Yəni imam bizə onu buyurur ki, yəni ibadət anlayışı o deyil ki, namazın və orucun çoxluğunda. Bu ibadət anlayışı deyil. Deyir ki, ibadət anlayışı odur ki, ət-təfəkkuru fi əmrillah əzzə və cəl. Allahın işləri barəsində insan düşünər. Yəni Allahın yaratdıqlarına insan baxar, Allahın xəlq etdiklərinə baxar, yerə baxar, göyə baxar, insan öz nəfsinə baxar. Hər bir yaradılışa insan baxsa, bu haqda düşünsə, imam buyurur ki, bəli, bunun özü də nədir? İbadət sayılır. Yəni imam bizə onu çatdırır ki, tək ibadətin namazda, orucda düşünməyin. İbadət, yəni Allahın yaratdıqları, Allahın əmri barədə düşünmək, təfəkkür etmək, bunun özü də nədir? İbadətdir. Yenə də Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm ibadətin başqa cəhətini bizə göstərir. Deyir ki, ibadət 10 hissədən ibarətdir, onun 9-u halal ruziyi qazanmaqdır.
Həqiqətən də görürük ki, bir insan əgər ailəsinin dolanışığı üçün ruzi dalınca gedirsə, Allah Rəsulü bildirir ki, bizə bunun özü də bir ibadətdir. Başqa bir hədisdə yenə də Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, övladın ata və anasına mehriban baxışı ibadətdir. Görürsünüz, yəni burada namazdan söhbət getmir. Yəni bir övlad atasına, anasına, yəni valideynlərə qarşı mehriban olar. Onların xidmətində dayanar. Allah Rəsulü buyurur ki, bunun özü də nədir? Bir ibadətdir. Yenə Əmir-əl-Möminin İmam Əli əleyhissalam buyurur ki, insanlarla davranışın özünü ibadət adlandırır. Bir mülayim tərzdə danışmaq, yəni insanlarla xoş danışmaq və insanlara salam vermək, yəni insanlarla xoş danışmaq, mülayim danışmaq və insanlara salam verməyin özü imam buyurur ki, ibadətdir. Yəni gözəl davranış, gözəl əxlaqın özü belə nədir? İbadət sayılır. Yenə də İmam Cavad əleyhissalam buyurur ki, ibadət, bayaq da ayə buyurduq ki, Allah buyurur ki, şeytana ibadət etməyin. Yəni bir növ o ibadət anlayışını bizə çatdırır ki, imam buyurur ki, kim bir söz danışana qulaq asarsa, ona ibadət etmiş sayılır. Yəni ona bəndəlik etmiş sayılır. Yəni mənası budur ki, əgər qarşı tərəf sənə bir nəsihət verirsə, sənə gözəl yol göstərirsə, sən də ona qulaq asıb, ona tabe olursansa, bir növ ona bəndəlik edirsən. Təbii ki, bu Allaha bəndəliklə eyni məqamda deyil. Sadəcə olaraq bəndəlik, ibadəti imam bu cür bizə çatdırır ki, yəni biz də əgər Allahın əmrlərinə uysaq, Allahın əmrlərinə tabe olsaq, Allahın buyurduqlarını yerinə yetirsək, biz Allaha qarşı bəndəçiliyimizi isbat etmiş oluruq. Yəni Allaha bəndə olmuş oluruq. Yenə buyurur ki, əgər danışan Allah kəlamını söyləyərsə, imam özü açıqlayır, deyir, əgər danışan Allah kəlamını söyləyərsə, eşidən də Allaha ibadət etmişdir. Yəni bir insan sənə Allahdan danışırsa, Qurandan danışırsa, ayədən, hədisdən danışırsa, sanki o sözünü yox, təbii ki, o Allahın sözünü sənə deyir və sən də onu eşidib ona tabi olursansa, dərhal sən Allaha ibadət etmiş sayılırsan. Əgər şeytanın tərəfindən danışsa, ki, bayaqki ayəni bir növ açıqlayır, deyir, əgər şeytanın tərəfindən danışırsa, yəni sənə pis söz danışırsa, pis yola çəkirsə və sən də ona tabi olmuş olsan, bunda sən şeytana ibadət etmiş sayılarsan. Yenə də hədislərin birində deyir, Həzrəti Musa əleyhissalam bir kişiyə buyurur ki, nə iş görürsən, həmin şəxs buyurur ki, ibadət edirəm. Yəni, həm günümün çox hissəsini ibadətdən keçirirəm. Həzrəti Musa əleyhissalam buyurur ki, bəs sənin dolanışığını kim təmin edir? Yəni, sənin gündəlik ehtiyaclarını kim ödəyir? Həmin şəxs buyurdu ki, mənim qardaşım. Buyurur ki, qardaşın səndən daha abiddir. Yəni, ibadət tək namaz qılmaqla deyil, namaz qılmaqda cəm olmur. Eyni zamanda insan özü dolanışığını qazanmaq üçün, yəni dolanışığını təmin etmək üçün ruzi dalınca getməsi belə ibadət sayılır. Bir hədisi də nəql eləyək. Əmir-əl-Möminin İmam Əli əleyhissalam buyurur, deyir, ən üstün ibadət dünyaya meyil etməməkdir. Yəni bir insan dünyaya bel bağlamırsa, dünya nemətlərinə bel bağlamırsa, dünyada qazandıqlarına bel bağlamırsa, dünyaya meyil yoxdursa, imam buyurur ki, bəli, bunun özü də bir ibadətdir. Bu bir neçə hədisi ki, biz nəql elədik Peyğəmbərdən, Əhl-i Beytdən olan hədisləri oxuduq. Görürük ki, İyyəkə nə'budu deyəndə biz təkcə başa düşməyək ki, biz ancaq namaz qılmaqla bu ibadəti kamilləşdirmiş oluruq. Xeyr, insanın gözəl davranışı, insanın gözəl danışığı, hətta Əhl-i Beytə məhəbbət, ruzi dalınca getmək, valideynə yaxşılıq etmək, yəni nə qədər bu gözəl əməllər ki var, yaxşı işlər ki var, bunların hamısı ibadət sayılır. Biz Allaha yalnız sənə ibadət edirik dedikdə, gərək əməllərimizin hamısına diqqət eləyək, əməllərimizi, yəni bu gözəl işlərə yönəldək ki, bizim Allaha olan ibadətimiz kamil olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.